Orada oyunu İsveç'ten olan hakimlər briqadası idarə edir, hörmətli tamaşaçılar. Boyan Panjic baş hakimdir. İndi hücumun sonunu izləyək. Bir qədər mən də sizin kimi çox həyəcanla bu hücumu izləyirdim və penalti qarşılaşmanın 14-cü dəqiqəsində elə oyunun baş hakimi Boyan Panjic bu dəqiqədə qapımıza. Epsonun təkrarını izləyək cərimə meydançasında. Səhv etməmsə, bəli, bu Məhəmməd Mirzəbəyov idi, rəqib futbolçuya qarşı. Kobud oynamışdı bu epizodda və topun arxasında isə Yojef Kanta var. Haydi Bezatosni, zərbə və Bezatosni bu zərbəni dəf eləyir. Təcrübəli qapçı. Mən də sizin kimi həyəcanlı daxil oldum, hörmətli tamaşaçılar. Çünki birisi şərhi mən də Bakıdan eləyirəm və bir qədər gecikmiş oyuna şərhə girmək o qədər asan deyil və penalti zərbədən sonra bizim komandaların növbəti mərhələlərdə potensial rəqibi bilinəcək. Təbii ki, həmin mərhələyə adlasaq. Qarşılaşmanın 22-ci dəqiqə pis alınmamışdı, pis qurulmamışdı. Teyvux top havada ikən zonasında Sadiqovla yanaşı oynamalıdır. Və cərimə zərbəsini indi yerinə yetirəcək bizim futbolçular. Cərimə meydançasında da qapıya doğru zərbə, gol! Görüşün 25-ci dəqiqəsində Qəbələ səfərdə hesabda irəli çıxır, hörmətli tamaşaçılar. Az əvvəl haqqında bəhs etdiyim Nika Kvekveskiri dəqiqəsində bir də epizodun təkrarını izləyir, hörmətli tamaşaçılar. Yaxın küncə göndərdi topu. Yol üstü elə bil kimisə ayağına dəydi. Dəymədi mi? İndi bunu təkrarda yəqin daha aşkar görərim. Mənə gəlir dəymədi, ancaq qapçını çaşdırdı. Topa ayaq qoyan futbolçu. Mərkəzində Stankoviçlə Vernidub oynayır. Mirzəbəyov sağ cinahda, Ricardinho müdafiənin sol cinahında yer alıb. İndi Dabo ötürməsini etdi. Qapıya zərbə vurmaq üçün imkan var idi, lakin Ozobic mərkəzdə, solda Zinyov, sağda Ozobic və hücumun sivri ucunda Dabo var. İki futbolçunu oynat və qarşılığında belə bir məbləğ al. Bu da gənc futbolçuların oynamasına hesablanmış bir layihədir əslində. Və gözlənilənlər odur ki, futbolçuların oynamasına şərait yaradacaqlar. Maraqlı bir layihədir. Ümumiyyətlə, futbol bilirsiniz, müxtəlif ölkələrdə müxtəlif variantları tətbiq edirlər. Misal üçün, Avropa çempionatında uğursuzluğu yaşaya bilirlər futbolçularımız. Kvekveskiriyə top dəymişdi. Çox təhlükəli hücumdur. Boşluq yaranıb. Qapıya zərbə olma imkan vermək olmaz. Qapıya doğru zərbə müdafiəçilərdən dönür. Hücum isə davam eləyir. Onun da uzaq məsafədən qüvvətli zərbələri var. Ötürməyə üstünlüyü verir Sergey Zinyov. Zinyovun zərbəsi qapıdan az fərqli aralı keçir. Künc zərbəsi olacaq. Hücumun tempi aşağı düşdü. Buna baxmayaraq bu hücumu zərbə ilə tamamlamağa nail ola bildik. Künc zərbəsi olacaq. Tamaşaçılar. Qapı önünə ötürmə. Qapıçı çıxışda sanki səhvi yol verdi. Zinyovda idi. Hər necə olsun, artıq 5 dəqiqə ikinci hissədə arxada qalıb və indi cərimə zərbəsini yerinə yetirirlər. Meydan sağ. Top cərimə meydançasına göndərilir. Baş zərbəsi Bizatosni yerindədir. Bir qədər əvvəl yerinə yetirilmiş cərimə zərbəsini yerinə yetirdikdən sonra buradan 10 futbolçudan 9'u bəlkə də onu qapıya zərbə vurar. Yojef Kanta topa yaxınlaşır. Onun zərbəsi top qapıdan az fərqli aralı keçir. Bir daha baxaq epizodun təkrarına. Bəli, görürdü. Bizatosuna əlini də qoymuşdu ki, birdən top yerə dəyər. Sadiqov geri oynayır. Zinyov. Nika Kvekveskiri zərbə vurmaq olar. Ötürmə eləyir. Dabo. Onun qapı önünə ötürməsi. Uix'ə top çatmadı. Çünki qapçı çıxış meydanı saxlayacaq. Ricardinho. Onun ötürməsi Azobic'ə. Dabo. Azobic və 2-0. Görüşün 63-cü dəqiqəsində. Qəbələ hesab arasındakı fərqi artırır Azobic'in zərbəsindən sonra. Bu gol nəyin bəhrəsidir, hörmətli tamaşaçılar? Bir qədər təhlil etməyə çalışıb 2 yara bildik. Birinci cəhddə Dabo cərimə meydançasına daxil oldu, ötürmə etdi. Ötürməsinin qarşısını qapçı aldı. İkinci cəhddə meydanın mərkəzində Sadiqov, Ozobic rəqib müdafiəsini yarıb Daboya əla bir ötürmə etdilər. Lakin Dabo ləngidir, cərimə meydançasına daxil ola bilmədi. Bu dəfə isə Ricardinho
Dabo, əla ötürmə, Azobiçdən uzaq küncə mükəmməl ağıl dolu bir zərbə və 2-0. Bundan yaxşı oyunun axarını heç ağlımıza... Məhəmməd Mirzəbəyev cərimə meydançasına yaxşı daxil olmuşdu, ötürməsi bir qədər qaydasında olmamışdı. İndi isə müdafiədə səhv yol verir, qol buraxmaq olmaz, yaxşı bitdi hər şey bizim üçün. Çünki bu qədər yaxın məsafədən topu çərçivəyə görürük ki, müdafiənin mərkəzində Stankoviçin, Vermiyudovun bir qədər ləng davranması ziyanımız. Cərimə zərbəsi yerinə yetirildi. Rəşad Sadiqov Kanta künc zərbəsini yerinə yetirdi. Hava mübarizəsindən qalib ayrılırlar MTK futbolçuları və hesab arasındakı fərqi azaldırlar. Bir daha epizodun təkrarına baxın. Voyaslav Stankoviç onunla birə-bir mübarizədən məğlub olmuşdu. Sanki havada sallanmışdı Torgelli. Hətta mənə görə bir qədər bəlkə qaydanı da pozmuşdu. Açıq-aşkar əlini Stankoviçin içində. Topu qapı önünə göndərir. Mübarizəsindən bu dəfə məğlub ayrılmasaq da top həqiqi futbolçu önünə düşdü. Qüvvətli zərbəni kəsər yarada bilər hücumda. Və az əvvəl vurulan zərbənin təkrarını izləyirsiniz. Bezatos'un yumruqları ilə künc zərbəsi qazandığı qapımıza. Və bu künc zərbəsindən sonra da az qala qapımızda qol görəcəkdik. Bir daha az əvvəlki künc zərbəsini izləyin. Çox yaxın məsafədən zərbə vurmuşdu. Yaxşı ki, Kvekveskiri son anda topu özündə saxlayır. Zenyova ötürmə edir. Zenyov geriyə ötürməsi. Kvekveskiri onun qapıya zərbəsi düz qapçının üstünə getdi. Oyuna daxil olsun. Və mən elə gəlir ki, Camal ümumiyyətlə oyuna daxil ola bilməyəcək. Çünki bəli, bu an oyunun final fiti səsləndirilir, hörmətli tamaşaçılar. Azərbaycanlı futbol azərkeşləri üçün sevincli bir məqamdır. Xoş bir haldır. Komandamız bugün Qəbələ səfərdə qələbə qazandı.